Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün 11 ay 2026-cı ildə OTK-nın 9 siniflər üçün keçirdiyi buraxılış sınaq imtahanının ingilis dilinə aid olan sualların izahını verəcəm. Gəlin suallarımıza baxaq. Deməli, birinci sualda, yəni 56-cı sualda choose the correct tense form bizdən düzgün zaman formasını istəyir. Biz burada nəyə baxırıq? Uzlaşmaya fikir verməliyik. As soon as gəlib. Deməli, ikinci cümləmiz, yəni vergüldən sonra gələn cümləmiz, baş cümləmiz keçmiş zamandadır. Left faili var burada. A variantı olmaz. İndiki sadə davam edici ilə keçmiş sadə zaman uzlaşmaz. D variantı olmaz. Keçmişlə gələcək sadə zaman uzlaşmır. E ilə B variantda indiki ilə keçmiş zaman uzlaşmaz. Həm də mübtədamız üçüncü şəxsin təkində olduğuna görə S olmalıydı. C variantda yenə indiki sadə ilə keçmiş sadə zaman uzlaşmaz. Ona görə keçmişlə nə uzlaşır? Keçmiş zaman uzlaşır. Düzgün cavabımız nə qalır? Y variantı. 57-ci sualımıza baxırıq. Aha, choose the correct variant. Burada bizdən düzgün variantı istəyir. Suala baxsaq ki, görək nədir? Sifətin dərəcələrinə aid olan sualdır. So long burada as olmalıydı. A variantı yanlışdır. As-lə burada ER olmaz. As long as olmalıydı. Much bilirik ki, müqayisə dərəcəsində işlənir. C variantı yanlışdır. D variantı sifəti ilə də mo həm ER artıra bilmərik. D variantımız da yanlışdır. Ona görə düzgün cavabımız nə qalır? Y variantı. 58-ci sualda choose the correct variant. Bizdə buradan düzgün variantı istəyir. Boşluqdan sonra görürük ki, cəm isim gəlib. Not inkar hissəciyi var cümləmizdə. Bir sadə cümlədə iki inkarlıq olmaz. No getdi. Some və some'ın törəmələri işlənirdi təsdiq cümlələrində. Deməli, everydən sonra silent tək isim gəlməlidir. Törəmələrdən sonra isim gəlmir. Ona görə düzgün cavab nə qalır? B variantı. Bilirik ki, NV-nin törəmələri harda işlənir? İnkar cümlələrində. İnkar və sual cümlələrində. 59-cu sualımıza baxırıq. Choose the correct variant. Burada bizdən düzgün variantı istəyir. Deməli, baxırıq ki, sifətin üstünlük dərəcəsi var. Will söz var burada. Sifətin üstünlük dərəcəsində biz işlədirdik Z. Will sözdə bilirik ki, nə ilə işlənir? Z artiklindən işlənir. Ona görə burada düzgün cavabımız nə qalacaq? C variantı. 60-cı sualımıza baxırıq. Deməli, yenə burada uzlaşmaya fikir verməliyik. Verəndən sonra gələcək zaman olmaz. A variantı olmaz. Deməli, B variantı da keçmiş sadə, indiki sadə zaman uzlaşmaz. E ilə C variantı da keçmiş sadə zamanla indiki bitmiş zaman uzlaşmır. Uzlaşma keçmiş zaman üçün o zaman pozula bilər ki, since bağlayıcı kimi işlənsin. Since bağlayıcı kimi işlənəndə budaq cümlə olur past simple-da, yəni keçmiş sadə zamanda. Baş cümlə olur present perfect, yəni indiki bitmiş zamanda. Ona görə C variantımız da yanlışdır. D variantı indiki bitmişlə gələcək sadə zaman olmaz. Həm də burada bilirik ki, verəndən sonra bitmiş zamanlar gəlmir. D variantı ona görə çıxır. Y variantda hər şey okeydir. Okey, burada da tərcüməyə əsasən götürürük. Choose the correct variant. Burada nədir? Deməli, baxsaq ki, quantify sən kəmiyyət göstəricilərinə aid şeydir, sualdır. Burada tərcüməyə görə B-ni götürürük. Əslində qrammatik cəhətdən A-da doğru cavabdır. Amma deməli burada bizim az benzinimiz var ki, nə etməliyik? Dayandırmalıyıq və biraz əldə etməliyik. Ona görə düzgün cavab nə qalacaq burada? B variantı. 62-ci suala baxaq. Possessive case burada bizdən ismin yəlik halını istəyir. Deməli, birinci bəndə baxırıq. Apostrof S-dən sonra got gəlib. Deməli, 1 yanlışdır. 2-də hər şey qaydasındadır. 2 doğrudur. 3-də də ilə hər şey qaydasındadır. Heç bir yanlış yoxdur. Apostrof S-dən sonra isim gəlib. Xəbərimiz yerindədir. 4-də isə hər iki şəxs apostrof S artırıb, amma sonuncu ismi təkdə verib. Brother sözü burada cəmdə olmalıydı. Xəbərimiz də avtomatik nə etməlidir? Cəmlənməlidir. Ona görə düzgün cavab qalacaq 2, 3, o da cavab qalır Y variantı. Choose the correct variant. Burada bizdən düzgün variantı istəyir. Əslində belə cümləyə baxmadan da baxaraq ki, bir dənə burada tək xəbərimiz B variantındadır. Qalan variantlar hamısı nədədir? Cəmdədir. Biz demişdik ki, cümləmizdə söz önü varsa, cümlədə bir neçə söz önü ola bilər. Cümlədə söz önü varsa, xəbər ilk söz önündən əvvəl gələn sözlə uzlaşır. Baxırıq ki, cümləmizdə söz önü var, about söz önüsü var. Deməli, news burada nədir? Sonda S olmağına baxmayaraq, Sail mən isimdə həmçinin nədə işlənir? Təkdə işlənir. Ona görə cavabımız nə qalacaq burada? B variantı. Aha,
64-cü sualımıza baxırıq. Deməli, burada sözləri verib, definitionlarına nə etməliyik? Uyğunlaşdırmalıyıq. Deməli, söz axtarmaq, deməli, 1-ə gələcək B variantı. 2-yə gələcək, deməli, C variantı gələcək. 1-ə verir cəsurluq, 3-ə gələcək burada A variantı. Deməli, 1B, 2C, 3A o da gələcək A variantı düzgün cavab. 65-ci suala baxırıq. Choose a correct variant. Sualımız baxsaq ki, nəyə aiddir? Əvəzli mövzusuna aiddir. Hər iki tərəfdə baxırıq ki, boşluqdan sonra heç nə yoxdur. Deməli, biz burada nə axtarmalıyıq? Bəndlərə baxırıq ki, hamısı verilib nəyə? Yiyəlik əvəzliklərdir. Deməli, biz axtarmalıyıq isimsiz işlənən yiyəlik əvəzlikləri. Ma isimdən işlənən yiyəlik əvəzliyi A getdi. Yo isimdən işlənən yiyəlik əvəzliyi idi. D variantı getdi. Y variantı hər ikisi isimdən işlənən yiyəlik əvəzliyi çıxır. C-də H isimlə işlənən yiyəlik əvəzliyi çıxır. Ona görə düzgün cavab nə qalır? Mine, yours. Hər ikisi isimsiz işlənən yiyəlik əvəzliklərdir. Okay. Choose a word that the best matches the given definition. Burada nədir? Cümləni verib nəyin tapmalıyıq? Definition tapmalıyıq. To make someone upset or angry by saying or doing something rude or kind. Yəni bir kəsi məyus etmək, əsəbli, yəni kobud şəkildə nəsə deyərək, qeyri-səmimi şəkildə nəsə deyərək kimisə əsəbləşdirmək və yaxud da ki, məyus etmək. Orada olacaq offend sözü, yəni bir kəsi təhqir etmək, incitmək mənasında işlənir. Ona görə düzgün cavabımız nə qalacaq burada? A variantı. Okay. 67-ci sualımıza baxırıq. Altından xətt çəkilmiş sözün ekvivalentini istəyir. Biz də belə bunu nəyi qoymalıyıq? Sinonimi qoymalıyıq yerinə. Made some mistakes, yəni bir neçə səhv etmək. Orada gələcək düzgün cavab A variantı. Did something wrong. 68-də choose a pairs of antonyms. Burada antonimlər istəyir. Antonim də 1 olacaq. Polite, rude, raw, cooked. Bunlar nədir? Hər iki bənddə bir-birinə antonimdir. Diligent, hardworking sinonimdir. Major, main sinonimdir. Essential, necessary bunlar nədir? Bir-birinə sinonim olan sözlərdir. Ona görə 1 ilə 2 nə qalır? Bizim antonimlərimiz qalır. Okay. 69 short textdir. Gəlin oxuyaq. Dear Alex, I wanted to tell you about the environmental camping we held at school last week. We cleaned the park, planted trees, and made posters about pollution. It was inspiring to see everyone working together for the planet. Your friend Ella. Gəlin baxaq. Ella is asking Alex to join the camping. Belə bir şey yox idi. Alex planted trees with Ella. Alex deyir ki, Ella ilə ağaclar açdı. Xeyr, Ella'ya sadəcə məktub, Alex'ə sadəcə məktub yönləndirib. Deməli, B variantımızda Ella didn't enjoy the camping at all. Orada elə bir şey yox idi. Sevincini neynəyib? Alex'lə bölüşüb. Ella felt proud of the environmental activities. Burada hər şey nədir? Okeydir. The poster were made by Alex. Xeyr, Alex heç orada iştirak etmirdi. Ona görə düzgün cavabımız nə qalır burada? D variantı. 70-ci sual. Learn French this summer. Join our interactive and fun summer courses for kids and teens. Age 6-18. Our qualified teacher provide interesting lessons and students enjoy cultural activities and games. Visit our site and register. Aha, baxaq. No registration is needed. Xeyr, burada registrasiyaya ehtiyac var idi. The course does not offer different games or activities. Xeyr, yanlışdır. Burada vardı. Interesting lesson and student enjoy cultural activities. Digər nə idi? Fəaliyyətlər və nə idi? Aktivlər və nə vardı? Oyunlar vardı. Baxın, amma burada deyir ki, yox idi. Teacher is and course are not qualified. Yəni ixtisaslaşmış müəllimlər deyildi. Xeyr, heç bir aidiyyəti yoxdur. Yanlışdır. Student older than 18 can also apply this course. Deyir ki, 18 yaşından yuxarılar da kursa müraciət edə bilər. Xeyr, yanlışdır.
The course offers language learning and cultural activities. Elə düzgün cavabımız burada nədir? E variantı. 71-ci sualımıza baxaq. Wanted part-time cashier, location City Mart, requirements good communication skill, basic maths and customer service experience preferred. Flexible hours apply in person. Baxaq görək. Not only full time but also part time. Burada sadəcə part time deyir. A variantı ola bilməz. A good math teacher. Yaxşı müəllimin orada nə işi var? B variantı yanlışdır. Some with communication and math skill is need. Elə burada düzgün cavabımız nə qalacaq? C variantı. Yəni riyazi bacarıqlarda olmalıdır müraciət edən şəxsin. Okay, gəlin böyük mətnimizi oxuyaq. In the future, more people around the world will speak Hindi, French, and Arabic. These languages will become more important because of population growth, travel, and international work. In India, many people already speak Hindi, and it will be even more important in school, jobs, or media. French is used in many African countries for education and government, so it will continue to spread. Arabic will also grow because countries like Egypt and Saudi Arabia have a strong influence in business and culture. Languages changes not only because of history but also because of modern life, technology and global communication. Learning more than one language will help students and workers in the future. People who know several languages can communicate more easily, work with international teams, and understand other cultures. Students who start learning languages early will have more opportunities later. Companies will prefer workers who can speak more than one language. So language skills will be very important for future jobs and education. Aha, gəlin suallarımıza baxaq. Deməli burada bir neçə dil bilməyin üstünlüklərindən, avantajından danışır. Baxaq görək. 70-də deyir ki, mətnə uyğun cümlələri tamamlayın. In future, people will also need to learn more than one language. Burada hər şey okeydir. Bir də yanlış yoxdur. Stop learning new language deyir. Yeni dil öyrənməyi dayandırın. Xeyr, yanlışdır. Use French in Africa countries. Bəli, fransız dili gələcəkdə deyir ki, orada istifadə olunur və nəyinir? Yayılmağa davam edir. Baxın. So it will continue to spread. Hələ də nədir? Yəni yayılmağa davam edir. Ona görə də burada düzgün cavabımız nə qalacaq? 1 ilə 3. A variantı. 73-də deyir mətnimiz nə haqqındadır? The problem in the learning foreign language. Xarici dil öyrənməyin problemlərindən danışır. Heç bir aidiyyəti yoxdur. How technology makes learning language easier. Heç bir aidiyyəti yoxdur. How tourism changes languages. Elə burada düzgün cavabımız qalacaq nə? D variantı. Yetmiş dördüncü sualımıza baxırıq. Burada bizdə mətnə uyğun səhv istəyir. Population growth leads to greater use of a language. Burada hər şey okeydir. Some languages will grow more in the future. Hər şey okeydir. Burada çox yayılan dillərdən danışır. Hindistan da, Fransa idi, Ərəb ölkələri idi. Known languages will be circular for future jobs. Burada crucial soru. Hər şey okeydir. French is spoken in African countries for different reasons. Ola bilər. Deməli, learning only one language will be enough for future success. Deyir ki, yalnız bir dili öyrənmək gələcək uğurlar üçün nədir? Kifayətdir. Elə yanlış cavabımız burada nə olacaq? Y variantı olacaq. 75-ci sualımızda why is the Arabic becoming more important? Burada elə birinci abzasda var. Baxın. Egypt, like Egypt and Saudi Arabia have strong influence in the business or culture. Ona görə də burada cavabımız nə qalacaq? 75-də B variantı qalacaq. Okay, 76-cı sualda bizdən mətnə uyğun düzgün cavabı istəyir. Hindi will become more important in school in India. Hər şey okeydir burada. Companies will need workers who know different languages. Burada bəli deyir ki,
şirkətlərin işçilərə ehtiyacı var. Hansı ki, deyir, onlar müxtəlif dillər bilən şəxslərə ehtiyacları var. Şirkətlərin müxtəlif dillər, yəni çox dil bilən şəxslərə ehtiyacı var. Learning several languages has more. Burada nədir? Disadvantage nədir? Yəni mənfi cəhətlərindən danışır. Nə mənfi cəhət ola bilər çox dil öyrənməyin? All the important languages come from Europe. Xeyr, bu da yanlışdır. Ona görə də 76-da düzgün cavabımız nə qalır? 1 ilə 2. Sağ olun, salamat qalın. Növbəti video izahlarımızda görüşənədək.